Salam əziz izləyicilər. Demək OTK-nın 28 dekabr 2025-ci ildə buraxılış fənlərimizə keçirdiyi sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək baxıram 11-ci sinifin riyaziyyat suallarına. Demək 31-ci sualda nə istəyir bizdən? Deyir A və B rəqəmləri üçün 0,10'da A, dövrdə B. Baxın, biz onu necə çeviririk kəsirə? Dövr edən rəqəmlərin sayı qədər 9. Dövrə qədər rəqəmlərin sayı qədər 0. Sürətə yazıram 2 rəqəmli ədəd AB çıxılsın A. Çıxılsın 0 dövrdə B nə deməkdir? 9-da B deməkdir. Bu da bərabər nəyə? 2-də 1-ə. Demək, buradan orta mərcə gətirsəm, buranı 10'a vuraram. Olar AB çıxılsın A çıxılsın. Demək 10B məxrəcdə də 90 bərabər 2-də 1-ə. Bunun mərtəbə vahidlərinə ayrılış formasında yazsam olur 10'a üstə gəl B çıx A çıx 10B bölünsün 90 bərabər 2-də 1. Demək sürət bizə nə verir? 10A'dan A'nı çıxsam 9'a, B'dən 10B'ni çıxsam mənfi 9B olur. Böl 90 bərabər 2'də 1. Sürətdən 9 ortaq çıxartsaq demək buradan bunlar ixtisar gedir. Bura 10 qalar, bura 1 qalar. Demək A minus B bərabərdir 2'də 1 vurulsun 10. Bu olur 5. Bizdən nə istəyir? Bizdən də elə açıq B'ni istəyir. Bu da cavab olur 5, D variantı. Demək baxıram növbəti sual 32'yə. 12'də 1 kiçikdir demək 2n plus 1 məxrəc 24 kiçikdir 2'də 1. Deyib bərabəsini ödəyən n tam ədədlərin sayını tapın. Buradan biz ilk öncə n'in ala biləcəyi qiymətləri tapmaq üçün biz məxrəci itirək. Məsələn, nəyə vursam məxrəc itər? 12, 24, 2'nin əkobu 24'ə. Baxın, buranı 24'ə vursam ixtisar gedər, qalar 2. Buranı 24'ə vursam məxrəc edər, qalar sürət. Buranı 24'ə vursam eləyər 12. Hər tərəfdən 1 çıxsam və hər tərəfi 2'yə bölsəm 2'də 11. Bu da elə nə deməkdir? 5,2'də 1 deməkdir. İndi bizə nə istəyir? Bərabəsini ödəyən n tam ədədlərin sayı. Baxın, bu 2'də 1 demək nə deməkdir? 0,10'da 5 deməkdir. Burada neçə tam ədəd var? 1 var, 2 var, 3 var, 4 var və 5'in özü. Neçə dənə? 5 dənə B variantı. Demək, keçirəm növbəti sual 33'ə. 33'də bizdə nə deyir? Demək, sürət PDF biraz yaxşı düşməyib. Demək, sürət yəqin ki A'dır. Bölünsün B kvadrat çıxılsın AB. Üstə gəl demək B. Bölünsün A kvadrat çıx AB. Vurulsun AB böl A plus B. İndi biz nə etməliyik? Sürət qalsın yenə. Məxrəcdə ortaq nə var məxrəcdə? B var. Olur B minus A. Orada B bölünsün A çıxsa ortaq A minus B. Vur AB böl A plus B. Şimdi baxın. Baxıram ki burada A minus B'dir. Burada B minus A'dır. Buradan məsələn mən bunun yerini dəyişsəm qarşıya mənfi atmalıyam. Qarşıya mənfi atıram. Bura çıxma olur və bunların yerini dəyişirəm. Şimdi bizim əkobumuz bunların hasilidir. Yəni bunu A'ya vurmam lazım. Bunu B'yə. Sürət olur A kvadrat çıx B kvadrat. Məxrəc AB vur B minus A. Vurulsun AB böl A plus B. İndi baxın, sürət A kvadrat çıx B kvadrat nə deməkdir? Kvadratlar fərqi A çıx B A plus B
Məxrəcdə demək AB vurulsun B minus A. Vurulsun AB böl A plus B. Bunlar gedər. Bu da bundan gedər. Baxın qaldı A minus B, B minus A. Məxrəcdə mənfinin qarşı atsam yerini dəyişərəm. Bunlar da ixtisar gedir, qalır nə? Mənfi 1. Mənfi 1 oldu A variantı. Növbəti baxıram 34-ə. Bizə verib demək 2A minus 3 vurulsun X bərabər AB üstəgəl 6. Deyir tənliyin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmini tapın. Baxın, sonsuz sayda həll olması üçün X-in əmsalı və sərbəst nə olmalıdır? 0 olmalıdır. Yəni 2A minus 3 bərabər olmalıdır 0-a. AB plus 6 0 olmalıdır. Buradan alıram 2A bərabərdir 3-ə. A bərabər 1,5'ə. Burada A'nın əvəzinə 1,5 yazıram. Bərabər mənfi 6. 6'nı da 1,5'ə bölündə 4 düşür. Mənfi də mənfi 4. Məndən bunların nə istəyir? Cəmini istəyir. 1,5 üstəgəl mənfi 4. Bu da olur mənfi 2,5. Yəni C variantı. Növbəti baxıram 35'ə. Bizə X verib neçə? 24'də yəqin pi olar. Demək kosinus 9x bölünsün sinus 3x üstəgəl sinus 9x bölünsün kosinus 3x. Baxın, bunu orta mərkə gətirsək, kosinus 9x vur kosinus 3x üstəgəl sinus 9x sinus 3x. Məxrəcdə olur sinus 3x kosinus nədir o? 3x. İndi baxın. Sürət bizə nəyi verir? Sürət kosinus alfa çıx bettan açışı verirmi? Yəni kosinus 9x çıx 3x. Baxın, sürət bunun açılışı. Məxrəcdə sinus 2 alfanın açılışına oxşayır. Sadəcə nəyi yoxdur? Bunun ikisi yoxdur. Ona görə nə etməliyəm? Bunu 2'də 1 vur 2 kimi yazaram. 2'lər gedər. Yəni eyni ifadə alınır. İndi mən artıq baxın bunun əvəzinə sinus 2x'in açılış kimi baxa bilərəm. Yəni ki 2'də 1 vurulsun sinus. Baxın alfa 3x'dir. 2'yə vurdum olur 6x. Belə. İndi sürət oldu kosinus 6x. Elə 2'də 1'ə böləndə bu 2 tərsinə sürətə vurulur. Bərdə sinus 6x. 2 vurulsun. Kosinus böl sinus dərəcələr eynidir. Eyniliyə görə kosinus böl sinus bizə nə verir? Kotangensi verir. Baxın, bizə də x nə vermişdi? Pi böl 24 verib. X'in yerinə pi böl 24 yazıram. 6 vur pi böl 24. Bu da 2 vurulsun. Kotangens. Bu da sayıdır 4 qalır. Pi böl 4 45 deməkdir. Kotangens 45'də alır nə? 1. 2'yə vurdum 2. Trigonometriya üçün yəni sadə bir sualdır əslində. Əslində belə baxın, yəni buraxılış imtahanı üçün yəni trigonometriya mürəkkəb düşmür, yəni sadə. Yəni topluda belə deyim, trigonometriyanı 60% başa düşmüsənsə, yəni buraxılışdakı trigonometri sualları yəni yazarsan rahat şəkildə. Demək ifadənin deyir qiymətini tapın. Kök altda 4 çıxılsın kök 7 üstəgəl kökdə 2. Bu da kök altda 4 minus kök 7. Baxın, bunu nə edirəm? Bunu elə mörsək xaricdən vuruğu mörsəyə vurub açıram. Diqqətlə baxın, bunu mən buna vursam kök altlar eynidir. Eyni kökün altına, kökün dərəcələri eynidir. Eyni kökün altına vursam 4 minus kök 7'nin kvadratı verir. Düzdür mü? Baxın, eynidir də kök altlar. Çıxılsın. Kökün dərəcələr eynidir. Eyni kökün altına vura bilərəm. Yəni 2'ni vururam 4 minus kök 7'yə. 8 çıx 2 kök 7 olur.
İndi baxaq. Kvadrat kökü itirdi. Bu çıxır nədən? Moduldan. İndi biz buna fikir verməliyik. Baxıram ki, bu nəyin kvadratının açılışı olar? İndi baxaq. Onu necə baxırıq? Biz düşünək ki, bu ya A plus B'nin mörtəzə kvadratı ya da minusun. Görə hansı? İndi burada çıxmadı deyə təbii ki minus olar. İndi düşünürəm. Biz AB'ni təyin eləməmiz lazım. Baxın bu iki düsturdan gəlir ikimisli. Buna baxma. Demək A ilə B'nin asılı kök 7'dir. Baxın nələrin asılı kök 7 eləyir. Məsələn 1 ilə kök 7'nin və yaxud da əksinə eyni şeydir. İndi mən də bunu yazıram kök altda. Çıxma olanda çalışın həmişə böyüyündən kiçiyini çıxın ki, bir də modulda işarə məsələsinə görə yəni vaxtınız getməsin. Elə mən bunu birbaşa kök 7 çıx 1'in baxın kvadratı yazaram. Buradan modulu açıram. Ya da elə saxlayayım axırda hamısını bir yerdə yazaq. Burada yine kvadrat kök itirir. Bakın bunun kvadratına ben üstlerden de yine eyni ifade alırım. Kök 7'nin kvadratı 7 eləyir. 1'in kvadratı 1 eləyir. Toplayanda 8. 2 misli 2 kök 7 eləyir. Kvadrat kökü itirdi. Çıxdım modulda. Ve buradan da artık modul daxil ifadəyə baxıram. Kök 7'den çıxır 2 tam neçə. 4'ten 2 tam neçə çıxanda eləyir müsbət. Ona görə olduğu kimi. Burada da kök 7'den 2 tam neçə çıxır. 1 çıxanda müsbət. Modul daxil ifadə müsbətdə olduğu kimi. Yəni qarşıya mənfi atmağa ehtiyac yoxdur. Bu da neçə olur? 5 minus 2 kökdə 7. Və hardasa səhv elədik. Burada səhv eləmişəm. Üzürsən, bu müsbət kök 2'dir. Mən bura çıxma yazmışam. Belə. Belə olur. Üzürsən, fikir verməmişəm. Demək bu olacaq 4 minus kök 7 üstəgəl kök 7 çıx 1. Buradan kök 7'lər gedir. 4'dən 1 çıxanda 3. Cavab 3 olur. E variantı. Bir dənə çıxma aləm qatdı bir-birindən. Növbəti baxıram 37'yə. Beraber yan trapesiyanın kiçik oturacağı 2 yan tərəfi 4. İti bucağı 60 olarsa bu trapesiyanın diagonal uzunluğunu tapın. Bakın beraber yanlı trapesiya bilirik ki diagonallar beraber ve iti bucaqlar beraber. Demek kiçik oturacaq 2. Yan tərəf 4. İti bucaq 60. Trapesiyanın diagonal uzunluğunu istəyir. Bakın burada bir hündürlük çəkərəm. Bura oldu 30. 30'un karşısına kat edip et 10'un yarısı bura 2. Düzdür mü? Bu belə. Bakın buradan da hündürlük çəksəm. Tabii ki burada 2. Çünkü beraber yan trapesiyada bu hissələr birbirine beraberdir. Diğer tərəfdən bura 60, bura 30 yazsam buradan da görəsən yine 2 olur. Yani bunu qayda bilmədən də bu şəkildə düşünə bilərsən. Şimdi bura 2 ise tabii ki burada 2. Şimdi buranı silim. Bize ne lazım? Bize diagonal lazım. Bunu belə çəkirəm. 30'un qarşısı 2'dirsə, 60'ın qarşısı bura oldu 2 kökdə 3. Baxın buradan bura nə qədər olur? 4 olur. Bura oldu 4. Mən buradan diagonal tapa bilərəm də Pifagor. Demək D bərabər 2 kökdə 3'ün kvadratı 12 üstəgəl 4'ün kvadratı 16. Bu olur 28. D bərabər kökdə 28. Bu da 2 kökdə 7. Oldu E variantı. Baxıram 38'ə. Y bərabər 3 vurulsun kosinus 4x üstəgəl 3. D funksiyanın ən kiçik müsbət dövrünü tapın. Baxın kosinusda da sinusda da qüvvət tək olanda olur 2 pi bölünsün modul k. Bakın k nədir? Həmişə x'in əmsalıdır. Bu da olur 2 pi bölünsün 4. Bu da olur nə? Pi bölü 2. Cavab pi bölü 2 E variantı. Bu dəqiq. Bunu belə də saxlayın. Məsələn kosinus sinusda dərəcə. Baxın dərəcə cütdürsə olur pi bölü k. Dərəcə təkdirsə olur 2 pi bölü modul k. Həmişə moduldur bura. Sonra baxıram 39.
A və B çoxluqları üçün A fərq B 11. Demin Venn diaqramından baxın. A fərq B 11. Mənə deyir ki, NA bərabər 3NB-yə. Demək, buradan NA, NB. Baxın, bu bərabərliyə görə NB-yə məsələ X yazsam, NA nə olur? 3X olur. Və bizə kəsişməni nə verib? 1 verib. Buradan kəsişmə 1-dirsə, baxıram ki, NA nəyə bərabərdir? 12-yə. Baxın, bu 12-dir. Onda X nəyə bərabər? 4-ə. Onda NB-də 4 olur. Baxın, NB bura bütöv 4 olursa, bura kəsişmə 1 olduğuna görə bura nə düşür? 3. Mənə də birləşmə istəyir. Birləşmə nədir uşaqlar? Birləşmə, baxın, bunların cəmi bütöv. A ilə B-nin birləşməsi 11 üstəgəl 1 üstəgəl 3 olur 15. Yəni D variantı. Növbəti baxıram 40-a. Demək, 40-da bizə nə verib? A deyir 0-dan kiçik. Bu da 0-da B-dən kiçik. Baxın, modula üstəgəl modulda B minus A üstəgəl A kökdə B kvadrat üstəgəl B kökdə A kvadrat. Modula qalsın yerində hələ ki. Baxın, kök itəndə nədə çıxmalıdır? Modulda çıxmalıdır. Dərəcə cüddürsə, kök itirsə həmişə modulda. Üstəgəl, bu da modulda nədir? A olmalıdır. İndi biz burada bərabərsizlik görürük. A 0-dan kiçik, məsələn, mənfi 1 düşünürəm. B 0-dan böyük 1 düşünürəm. İndi A mənfidirsə, modul daxil ifadə mənfi olduğuna görə qarşı mənfi atıram olur mənfi A. Baxın, B-yə 1 verirəm, A-ya mənfi 1 verirəm. 1-dən mənfi 1 çıxanda bu nə olur? Müsbət. Modul daxil ifadə müsbət olduğuna görə olduğu kimi. Burada da B nədir? Müsbət. Müsbətsə olduğu kimi. A nədir? Mənfi. A mənfidirsə modul daxil ifadə mənfi olduğuna görə qarşıya mənfi attım. Və bunlar islah gedir. Burada qalır nə? B minus 2A qalır. Cavab bu şəkildə A variantı. Növbəti baxıram 41-ə. Demək, 41-də bizə belə bir şəkil verib. Demək, bura E, bura A, bura B, C, bura F. Mənə şərtlə deyir ki, A ilə B paraleldir. YAD bərabər DAB-yə. Baxın, buna bərabər. Alfa özü deyir. FCD deyir də, düzdürmü? Sonra deyir ki, demək, YAD bərabər DAB-yə. Bura bərabər, səhv baxdım. Demək, bu tən bölən. Əla. Sonra deyək ki, FCD, bura beta, bərabər DCB-yə, burada beta. Demək, bu tən bölənilmiş. B bucağı 80. Düzdürmü? Bizdən ADC-ni istəyir. Bizdən X qoyalım, buranı istəyir. İndi baxın, normalda biz bilirik ki, baxın, bu bucaqların cəmi nə olmalıdır? 360. Yəni 2 alfa üstəgəl 80, üstəgəl 2 beta bərabər 360. Buradan 2 alfa üstəgəl 2 beta bərabər 360-dan 80 çıxanda 280. Bunu hər tərəf 2-yə bölsəm olur 140. Baxın, indi bunu belə düşünək. Biz bilirik ki, istənilən 4 bucaqlının daxili bucaqlar cəmi 360 olmalıdır. Alfa ilə betanın cəmi 140-dırsa, onda X ilə 80-in cəmi neçə olmalıdır? 360 olmalıdır. Bütöv. Bura 140-dırsa, o da olmalıdır 220. Buradan da X bərabər neçə olur? 140 mı olur o da? X'in özü 140 E variantı. Növbəti baxıram neçəyə? 42-yə. Demək, burada nə deyir? Deyir, Y bərabər X minus 3-ün kvadrat funksiyasının deyir, grafiki 3-ün aşağıdan hansı yanlışdır?
Deməli deyir x bərabər 3 simmetri oxunun tənliyidir. Baxın o nə deməkdir? Düşünün bir koordinat sistemi var. Bunun qrafiki nə olmalıdır? Bura m'dir də. M qədər sağa. Və bunun qrafiki düşünək ki, belə bir qrafikdir. Bunun simmetri oxu, parabolun simmetri oxu. Yadda saxlayın, parabolun simmetri oxu x bərabər m tənliyidir həmişə. İndi bunun m-i nəyə bərabərdir? 3-ə. Doğrudurmu? Doğrudur. Demək, A variant doğru. Gedirəm B-yə. B-də deyək ki, abs oxuna 3-0 nöqtəsində toxunur. Həqiqətində baxın, abs oxuna nədə toxunub? X-in 3-ü y-i 0 nöqtəsində toxunub. Bu da doğru. Demək, B-də doğru. C-yə baxıram. Təpə nöqtəsi abs oxu üzərində yerləşir. Bu da doğru. Görürük, təpə nöqtə nədir? Kvadrat funksiyada. M-indir. M-i 3-dür, n-i 0-dır. Görürsən ki, təpə nöqtə buradır. Abs oxu üzərindədir. D-yə baxıram. Ordinat oxunu 0-3 nöqtəsində kəsir. İndi gəlin baxaq görək. Ordinat oxunu kəsirsə, funksiyamız budur. Ordinat oxunu kəsirsə nə olmalıdır? X-i 0 olmalıdır. Neçə olur? 9. Demək, ordinat oxunu harada kəsir? 0-9 nöqtəsində. Elə bizim cavabımız D variantıdır. Yanlış olan axtarırıq. Məsələn, E-yə baxın. Deyir, ən kiçik qiymət 0-a bərabərdir. Doğrudur. Çünki y bərabər x minus m-in kvadratı plus n deyil. Burada n ən kiçik, ən böyükdür də normaldır. İndi bizim də funksiyamız bu şəkildədir. Baxın, burada n-i yoxdur. N-i nədir? 0'dır. Ona görə ən kiçik 0. Bu şəkildə də düşünə bilərsən, funksiya olaraq da görə bilərsən ki, bunun ən kiçiyi, baxın 0, yəni y 0'da y qədər yuxarı aşağı gedir funksiyanın qiyməti. Ona görə n-i nədir? 0'dır. Ona görə ən kiçiyi 0'dır. Yəni E-də doğrudur. Səhv olan D variantı. Baxıram növbəti, demək neçəyə? 43-ə. O 42-də. Demək 43'də bir çevrəmiz var. Buradan bir toxunan. Buradan bir vətər. Bir də diametr. Bura O. Bura B, C. Bura A. Bura D. Baxın, mənə deyir ki, A düz xətdir. O mərkəzi çevrə A nöqtəsində toxunur. B, A, D. Baxın, B, A, D. Bura 40 dərəcə. Bilirik ki, toxunanla vətər arasında qalan bucaq, arada qalan bu qövsün yarısıdır. Demək, bura 80. Onda buradan bura nə olacaq? 100. Niyə? Çünki diametr çevrəni yarıya bölür. Yəni 180 yarıya bölür. Məndən ABC-ni istəyir. Bu da daxili bucaq olduğuna görə ABC 100'ün yarısı 50. Sağda bir sual. Oldu D variantı. Sağda deyib mexanik səhv eləmədik də inşallah. Görə nə deyirdi? BAD. Düz qoymuşam. ABC. Ha, doğrudur. Baxıram 44'ə. Bir trapesiyamız var. Bura A, B, C, D. Bakın, bu da bir diagonal. Buradan da belə. Bura K, bura F. Bakın, D sahəsi 180 olan ABC paralelogramında AK BK'ya bərabərdir. Bu buna bərabər olsun. D BFC üçbucağın sahəsini tapın. BFC. Bizden bakın, buranın sahəsini istəyir. Gəlin baxaq. Demək, baxın, paralelogramda baxın, bu diagonal. Fikir verin, belə bir qayda deyirəm. Baxın, bu diagonal, düzdürmü? Bu da elə bir tərəfdən birini yarıya bölən bir düz xət. Baxın, belə bir bu şəkildə bölünmüşdürsə, əslində bunun isbatı var. Yəni, uzun izləmək istəmirəm. Birbaşa yazıram. Baxın, bura 5S olur. 5S. Demək, 5S. Demək, bura 2S olur. Demək, 5S, 2S. Bura 4S, bura S. İndi burada fikir versəz, yəni bu şəkildə, sahələr bu şəkildə bölünür. Yəni bu şəkildə fiqurdursa,
bu şəkildə bölünməlidir. İndi bunların cəmi neçə eləyir? 12s bərabərdir 108-ə bütöv verir. S bərabər 9. Bizə rənglənmiş hissə 2s'dir. 2'ni 9'a vuran eləyinə 18. Yəni bizim cavabımız burada 18 olmuş olur. Növbəti baxıram 45'ə. Deyir, usta işin 6'da 5 hissəsini yerinə yetirirsə, işin neçə faizi yerinə yetirilməmiş qalar. O deyəsən 8'də 5 deyirəm orada. Hə, 8'də 5 olmalı deyəsən. Usta işin 8'də 5 hissəsini yerinə yetirirsə, yerinə yetirilməmiş nə qalır? 8'də 3 qalır. İşin neçə faizi yerinə yetirilməmiş qalır heç nə? Yetirilməmiş olanı vurdum 100'ə. Demək, bu bundan gedər. Nə qalır orada? Düşür bir dəfə. Demək, 12 tam 10'da 5 olur. Denəmə. Buna 3'ə vuranda 5, bir yadda 37 tam 10'da 5. Demək, görülməmiş qalan hissə olur 37 tam 10'da 5 faiz. Növbət baxıram 46'ya. ABC üçbucağında AB bərabərdir BC. Baxın ABC. AB bərabər BC. AD bərabər 2'ye. Demək bu şəkildə çəkilib. Bura 2. BD 10. Bura 10. BDC 60. Bura 60. Bu xətti biraz yaxşı çəkim. Bura 60. Demək AD 2. Buradan hemen bərabər yanlıdır. Hemen ağlımıza ne gəlir? Demək 1 hündürlük. Düzdürmü? BD'ni de bize verip neçə? 10. Əla. Bura 10. Bura 30. İpet 30'un qarşısına katı ipet 10'un yarısı 5. 60'ın qarşısı olur 5 kökdə 3. Məndə nə istəyir? Bizden AC'ni istəyir. AC buradan bura bütöv. İndi baxın. Bərabər yanında BH həm hündürlük həm mediandır. Buradan bura 7'dirsə, baxın burada 7'dir. Onda AC nə qalmış olur? 14. AC'nin tərəfin uzunluğunu tap, o da 14 olur. Baxıram növbəti neçəyə? 47'yə. Demək 47'də x, y, z naturalətləri üçün x böl y böl z 5 böl 4 böl 2. X'e yazıram 5k. Y'e yazıram 4k. Z'e yazıram 2k. Bizdə x, y üstəgə y, z 112 verib. X'i vururam y'e. Olur 20k kvadrat. Y'e vururam z'e. 8k kvadrat bərabər 112. Buradan da demək hər tərəfi heç nə ilə 28k kvadrat bərabər 112. K'da bərabər k kvadrat 4'ə, k 2'yə. Məndən x, y, z'in cəmini istəyir. Baxın bunların cəmi neçə eləyir? 9, 11 k olur. K'da 2'də vurdum 11 oldu 22. Cavab olur 22. Növbəti baxıram 48'ə. P çoxaldısı dərəcəsi 5. Baxın bir P çoxaldı var, bunun dərəcəsi 5. Bunu yazam x üstü 5. Q çoxaldısının dərəcəsi 8. Bunu yazam x üstü 8. Bizdən P kubu vurulsun P üstəgəl Q'nu istəyir. Demək buradan bu arada məlumat verim ki, bizim ödənişli sınaq qrupumuz var. Yəni həftəyə bir sınaq paylaşıram. Və hər həftənin bazar günü həmin sınağın canlı izahını verirəm. Bu tipdə eyni bir tip sual, yəni həmin sınaqda olub. Elə onu gördüm, yadıma düşdü. Həm də məlumat vermiş olum. Linki yerləşdirəcəm rəy bölməsində. Həmin qrupun linkini. Yəni qoşula bilərsiniz. Ödənişsiz sınaq qrupudur. İndi baxın, P nədir? X üstü 5. P'ni yəni yazıram x üstü 5 və onun kubu. P'ye yazıram x üstü 5, Q'ya yazıram x üstü 8. Demək, bu olur x üstü 15, x üstü 5, x üstü 8. Vurup açsam
Olur x üstü 20, x üstü 23. Şimdi bakın bu çox ədlinin dərəcəsi nədir burada? 23. Növbəti baxıram 49'a. Deyir Emil təpə bucağı 40 olan bərabər yanlı üç bucaqların oturacaqları ilə düzgün çox bucaqlı qurdu. Aha. Şəkildə həmin düzgün çox bucaqlının bir hissəsi təsvir edilmişdir. Emil'in qurduğu düzgün çox bucağın neçə tərəfi var? İndi qulaq asın. Demək Emil təpə bucağı 40 olan bərabər yanlı üç bucaq. Demək bir dənə bərabər yanlı üç bucaq var. Bunun təpə bucağı 40. Düzgün demək çox bucaqlı qurdum. İndi qulaq asın. Baxın bunun üzərində qeyd edeyim mən. Fikir verin. Buradan bura 60. Bak diqqətlə qulaq asın. Bak bura 60. Şimdi bu bərabər yanı 3 bucağın ortaca bir şey bucağı ne olacak? 180'den 40'ca 140. 2'ye bölü 70. 70. Demək bakın burada 70. Burada 70. Buradan bura bütün 360 olmalı değil mi? Bəli. İndi bakın. Bakın. 60 70. 60 demək 70. 70. Neçə eləyir? 250. 140. 200 bəli. Onda ora 200'dürsə. Bura bütöv 360 olması için bakın buraya neçə qalır? 160 qalır mı? O 160 ne olmuş oldu uşaqlar? O 160 düzgün çoxbucağın bir daxili bucaq oldu. Bakın daxili bucaq 160'dırsa xarici bucağın 20 derece oldu mu? Çünkü istənilən çox bucaqlı da. Fikir verin. Böyle devam eləsəm bunu. Mesela istənilən çox bucaqlı. Mesela bakın bura 160 ise daxili bucaq. Onun xarici bucağı ilə qonşu olduğuna göre bura 20 olur mu? İndi fikir verin. Tərəflərin sayını tapmaq üçün düzgün çox bucaqlının xarici bucaqların cəmi 360'ı bölürəm 1 xarici bucağına neçə edir? 18. Demək neçə tərəfi olmuş olur? 18 tərəf olur. 49'da oldu 18. Növbəti baxıram. Demək 50'yə. Demək koordinat oxlarının demək koordinat oxları həmin nöqtədə kəsən çevirən tənliyini deyir yazın. Demək fikir verin. Üzərində göstərirəm. Mənfi 6 0. Burası mənfi 6 0 nöqtəsidir. Bura 0 0'dır. O biri nədir? 0 6 desem o da. Bu da 0 6'dır. Bizden çevrənin tənliyini istəyir. Bakın çevrənin tənliyini yazmaq üçün biz birinci nəyi bilməliyik? Radiusu bilməliyik. İndi qulaq asın. Bura 90. Ben buranı birləşdirsəm. Buna bir diametr deyə bilərəm. Bəli. Niyə? Çünki bura 90'da axı yarıya bölünür. Yəni çevrə yarıya bölünür. Ona görə. İndi fikir verin. Bura katet 6. Katet 6. Hipotenuz ne olur? 6 kökdə 2. Düzdürmü? Bəli. Aha, hipotenuz demək 6 kök 2 desəm, xarici çəkimi çevirən radiusu nədir? Hipotenuzun yarısına bərabərdir. Radius oldu 3 kök 2. Həmin çevirən radiusu 3 kökdə 2. İndi baxın bunun nəyini bilməliyik? Mərkəzin koordinatlarını bilməliyik. Niyə? Çünki çevrənin tənliyi bu şəkildədir. İndi mərkəzin koordinatlarını necə taparam? Bu orta nöqtə olduğuna görə 0'dan mənfi 6'nı toplayıram. Mənfi 3 2'ye böldüm mənfi 3. Toplu bu tip sorulmalıdır. 6 ile 0. 6 2'ye böldüm 3. Demək mərkəzin koordinatları ne oldu? Mənfi 3 ile 3. A'nı yine mənfi 3 yazsam olur x plus 3'ün kvadratı. Y çıxır. B'ye de ne yazıram? 3. Radius 3 kök 2'dir. Kvadrat nədir? 18. Bu şəkildə də saxlaya bilərsiniz. Bunu kvadrata yüksəldib də açıb yaza bilərsiniz. Bu da bizə çevrənin tənliyini istedi. Onu da yazdıq. Baxıram 51'ə. Satışa değer çıkarılan parçanın her metrinin 30 manattan satışı 24 manat gəlir gətirir. 25 manatdan satışsa 16 manat ziyan verir. Neçə metr parça satışa çıxarılıb? İndi baxın. Gəlin parçanın uzunluğunu bilmirəm. Buna bir x deyirəm. İndi qulaq asın. Satışa çıxarılan parçanın her metrinin
30 manatdan satışam. Baxın 30 manatdan satsam bu kadar pul kazanaram mı? Bəli. Onda satışda 24 manat gəlir gətirər. Onda belə çıxır ki, baxın bu puldan mən 24'ü çıxsam, bu mənə nəyi verir? Bu maya dəyəri verir. Elə bir ki, belə deyək, həmin parçaya verdiyimiz pulu verir. Düzdürmü? Sonra nə olur? Deyir 25 manatdan satsam, 25 manatdan satsam bu kadar pul eləyir və deyir ki 16 manat ziyan verir. Yəni bunun üzerine 16 manat ziyan olur axı. Elə ki bu verdiğim puldan azdır. Üzerine 16 gəlsəm verdiğim pulu verir. Və bunların ikisi də maya dəyəri olduğuna görə nə olmalıdır? Bərabər olmalıdır. 30'dan 25 çıxanda qalır 5x, 16'dan 24 eləyir 40. X nədir? 8. Bizdən neçə metr parça satışa çıxarılıb deyir? 8 metr. Baxıram 52'ye. Deyir ədədi silsilənin ilk ədədin cəmidir. S14 çıxılsın S13. S11'de o. S11 beraber 225. Deyir silsilənin 13-cü həddini tapın. İndi qulaq asın. S14 nə deməkdir? 1-dən 14'e qədər hədlərin cəmi. S11 nə deməkdir? 1-dən 11'e qədər hədlərin cəmi. İndi baxın, 1-dən 11'e qədər bunlar hamısı islah gedər. Burada qalır nə? A12, A13 və A14. Düzdürmü? Baxın bu 225'dir. İndi bunlar indekslərin toplumu neçə eləyir? 12 üstəgəl 13, 25, üzərində 14, 39. 3 tane həd olduğuna görə 39'u böldüm 3'e. A13 verir. Hədlərin sayını yazdıq əmsala. Qarşıya. Buradan da A13 bərabərdir. 225'i böl 3'e eləyir 75. Dediyim qaydanı bilmirsə belə də eləyə bilərsiniz. A12 ilə A14'ü toplayıb 2'ye böləndə A13'ü verir mi? Bundan bu ikisini topla böl 2'ye. Yəni bunların, baxın, bunların cəmi sizə 2 A13'ü verir. Üzərində bir dənə A13 gələndə olacaq 3 dənə A13. Yəni bu şəkildə də baxa bilərsiniz. Demək bu oldu nə? 75. Baxıram 53'e. Demək x kvadrat üstəgəl 5 çıxılsın 3m vurulsun x üstəgəl 2m çıx 1 bərabər 0 tənliyinin deyir. Kökləri üçün 1 bölü x bölü 1 bölü x2 2 bərabərliyi doğru olar. İndi baxın nə edirəm. Köklərin cəmi nə verir mənə? Bunun əksi. Elə 3m çıx 5 yazıram. Köklərin alsı nə verir? 2m çıx 1 yazıram. İndi bizdə 1 böl x1 üstəgəl 1 böl x2'ni 2 verib. Orta məxrəcə gətirsəm sürət bu olur, məxrəc belə olur. Köklərin cəmi 3m minus 5'dir. Köklərin asılı 2m çıx 1'dir, bərabərdir 2'ye. Buradan çarpaz edirəm. 4m minus 2 bərabər 3m minus 5. Buradan da m bərabər nəyə? Mənfi 3'e. Düzdürmü? Bəli. Məndən nə istəyir? M istəyir. Elə olur nə? Mənfi 3. Növbəti baxıram 54'e. Demək diametri 5 kökdə 2 olan çevrədə AB AC perpendikulyar olsun. AB AE'ye bərabərdir. Əla. İndi məndən nə istəyir? YC-ni istəyir. İndi qulaq asın mən. Bax YC-ni istəyir. İndi mən nə edirəm? Bax fikir verin. Baxın, buranı birləşdirsəm mən buna diametr deyərəmmi? Bəli. Niyə? Niyə diametr deyirəm? Baxın, vətərlər arasında bucaq 90'dırsa demək müvəttər diametrə söykənir. Digər tərəfdən də bir daxili bucaq 90'dırsa demək buradan bura 180'dir. Yəni o formada düşünə bilərsən. Diametr oldu uşaqlar 5 kök 2. Və mən şərtdə deyir ki, AB AE'yə bərabərdir. Baxın, bunlar bir-birinə bərabərsə demək bu bərabər yanlı düz bucaqlı üç bucaqdır. Onda baxın, bura 5'dir. Burada 5'dir. Düzdürmü? Və bizim radiusumuz 5 kök 2'nin yarısıdır. Bu belə. Onu tapdım. Görün başqa nə deyir? Və YC-ni də 7 verib. Baxın, buranı 7 verib. Məndən nə istəyir? BC-ni istəyir. Əla. Bura yazıram, bura B yazıram.
Və buradan da artıq məlumat elədik ki, bu nədir? Bu bir düz bucaqlı üçbucaq. Düzdürmü? Məndən nə istəyir? BC-ni istəyir. BC bütöv x yazıram. Pifagor. X kvadrat bərabər 5'in kvadratı 25. Üstəgəl 5'dən 7 neçədir? 12. Onların da kvadratı 144. Olur 169. X də bərabərdir 13'ə. Bizə də BC istəyir. Elə cavab olur 13. Bu da belə. Sonra baxıram. Nəyə? 5'ə. Baxın 5'də 5 neydi? 55. Grafikte eyni güce malik içlerin sayıyla onların eyni bir işi yerine getirme müddetleri arasında asılılık verilmiştir. 16 işçi həmin işi neçə günə yerinə yetirər? İndi baxın. Demək n plus baxın n plus 5 sahada yani belə deyək də 12 işçi n plus 5 zamana. N plus 1 sayda olan işçi sayılar belədir, zaman belədir. Bu da nə qədər? 18 saat. Saat götürədə zamanı. İndi baxın. İşçilərin sayı 12'dir. Bu da işçilərin sayı fikir verin. Ümumiyyətlə işçilərin sayı zamanla nədir? Tərs mütənasibdə biri artırsa. Məsələn işçilərin sayı artırsa zaman azalır. Ona görə bu nədir? Tərs mütənasib. Ona görə qarşı-qarşı hasillər. Buradan n-i taparam. N-i tapaq görə neçədir? Demək n plus 1 vurulsun 18 bərabər 12 vur n plus 5. 6'ya gedir 3, 6'ya gedir 2. Qrup açıram 3n üstə gəl 3 bərabər 2n üstə gəl 10. Buradan da n bərabər 7. Əla. N-i tapdıq 7. İndi məsəl üçün baxın. N-i yenə 7 yazıram. Məsələ burada. Neçədir? 8. Biz 8 işçi 18 saata işi bitirirsə, indi bir 16 işçi neçə saata bitirər bilmirəm x saata. Burada da təbii ki yenə 16x bərabər 8 vur 18'ə tərs olduğundan görə x bərabər demək bundan bu gedinə qalır burada. 2 qalır 18'də 2'yə 9. 16 işçi həmin işi neçə günə yerinə yetirər? 9 saata. Cavab 9 olur. 55'də. Sağ olun. Hər birinizə uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayaq.